Əsgər Əliyev 1974-cü il 8 noyabr tarixində Lənkəran şəhərinin Ləşkəndində anadan olmuşdur. O, 1982-ci, 1992-ci illər tarixində orta təhsil almışdır. Sonra Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin Tank Artilleriyası Fakültəsinin tələbəsi olmuşdur. 1995-ci ildə martın 17-sində baş verən mart hadisələrində Əsgər Əliyev Milli Ordunun əsgəri idi. Bu hadisələrdə Əsgər Əliyev yaralanmışdı. Lakin döyüşə yenidən qayıdıb 4 yoldaşını xilas etmək istəyəndə ikinci gülləyə tuş gəldi. Bu ikinci güllə onun ölümünə səbəb oldu. Azərbaycan Respublikasının prezidentinin 1995-ci il 4 aprel tarixli 307 saylı fərmanı ilə Əliyev Əsgər Ələkbəroğlu ölümündən sonra Azərbaycan Respublikasının milli qəhrəman adına layiq görüldü. Lənkəran şəhərində Əsgər Əliyev adına Dostluq Parkı, küçə və hal-hazırda gördüyünüz büst mövcuddur. Lənkəran şəhəri Həftona qəsəbəsi orta məktəbində hal-hazırda Əsgər Əliyevin xatirə cüşəsi mövcuddur. Bakı şəhərində Əsgər Əliyev adına park açılmışdı. Ağdam şəhəri Evoğlu kənd tam orta məktəbinin adı hal-hazırda Əsgər Əliyevin adına daşıyır.